Salam, hər vaxtınız xeyir, mən Toğrul Əsgərov, karyera məsləhətçi. Karyera məsləhətçisi kimdir? Karyera məsləhətçisi iş axtaranlara iş axtarışında dəstək olan şəxsi deyilir. Sizə görə iş axtarırsınızsa, sizə iş axtarışınızda dəstək ola bilərəm. Bu dəstəkdən yararlanmaq üçün isə videonun üzərində qeyd olunan əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Diqqət etsəniz görə bilərsiniz. Deməli, rəngsaz işi var yoldaşlar. Bugün qeyd edim ki, 17 aprel 2025 tarixidir. Rəngsaz işi var. Rəngsaz işi bu Fox Engineering and Construction şirkətindədir. Bu kimlər üçündür? Bu rəngsazlıq sahəsində minimum 3 illik iş təcrübəsi olan şəxslər üçündür və həmin sahə üzrə peşə və yaxud da orta texniki təhsil olan şəxslər üçündür. Rəngsaz işi Camal şirkətində də var, Icelandda, maliyyə olaraq. Bu isə 6 günlük iş rejiminə malikdir. Başlanğıc aylıq əmək haqqı 1100 manat təşkil edir yoldaşlar. Avtomobillərin təmir edilmiş hissələrini rəngləyəcəksiniz. Sonra rəngsaz işi maliyyə dediyim kimi bu qeyd edim ki, Camaldakı 25-45 yaşlı şəxslər üçündür yoldaşlar. Bundan əlavə rəngsaz işi 50 manatlıq da var. Bu Buzovna qəsəbəsində yerləşir yoldaşlar. İsti, Aqlay və Tasovkanı bilən şəxslər axtarır bir nəfər. Gündəlik 50 manatdır yoldaşlar. Belə bir işdir. 20 apreldən başlayır iş. Sonra avto rəngsaz işi var 70 manatlıq yoldaşlar. Yarmarkanın yanındadır, Gəncədədir, Yeni Gəncədə. Sonra rəngsaz işi 15 manatlıq da var. Maliyyə işini amma peşəkar bilən lazımdır. Bu Bakıdadır, Luxury Estate-dədir. Bundan əlavə toz boyacı işi var yoldaşlar. İdeya şirkətində 600-700 manatlıq bir işdir, bəylər üçündür. Metal səthlərin toz boya ilə üzrə hazırlanmasını həyata keçirirsiniz. Novxanı qəsəbəsindədir, 6 günlükdür, 600-700 manatlıq bir işdir. Bu və bənzəri işlərlə tanış olmaq üçün ümumiyyətlə iş axtarışınızı dəstək eləmək üçün mənə özeldən yaza bilərsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın.